Salamlar, hər vaxtınız xeyirli olsun. Yenə geyinib keçinmişik, üstümüzə də paltarımızdan əlavə də bir dənə yağışlıq geyinmişik. Çünki eşitdiyimiz qədərilə babat yağış yağır. İndi özünüz də görəsiniz, bəh, nə gözəldir. Oy, nə qəşəng yağış yağır hə. Bu yağış bizə təsiri varmı? Əslində mənəvi cəhətdən yoxdur, ruhən var. Ruhən nədir? Qəşəng yağış yağır, başqa heç nə. Yağışlığımızla geyinmişik. Biraz da bu musiqini azaldaq. Bunu da taxaq, fiso. Nə qəşəng yağış yağır həqiqi. Demirəm, son zamanlar mən yağışdan niyə belə zövq alıram? Başım çıxmır da. Yağış dəhşət yağdığına görə sürətimizi maksimum azaltmalıyıq bu arada. Oy, nə qəşəng yağır hə. Belə yağış mı olar hə? Belə usta mı olar? Əsas odur, əzizlərim, ən vacib şərtlərdən biri o dəhşət. Diqqətlə yola baxın. Yəni biraz musiqinin səsini azalım. Diqqətlə yola baxın. Dərin su tutarlarına düşməyin də. Yəni elə bilərsiniz dayazlı su üstünü örtər. Düşərsiniz bir də heylə loviyalıqdan getdiniz, girdiniz şeyə. Dünyanın o biri başına. Yəni heylə eləməyin. Mütləq də geyimlərinizi geyinin. Çox sürətli getməyin. Çünki istər-istəməz təkərlərin, təkər üçün vəziyyətini bilmirəm də. Bilirsiniz də, təkərlərin üzərində su atmaq üçün kanallar var, su atan kanallar var. Təkərlər, bir dəfə tanışımda bir dəfə təkəri tərs təkəri tərs taxmışdılar. O kanallarda tərsinə idi. O, yəni elə olmaz, yəni. Təkərizi mütləq yoxlatdırın. Gedirik, bu dəqiqə elə bir zontik geymişəm də, elə fikirləşin. Sadəcə onsuz da Bakı tıxacdır, yəni onsuz da dəlixanadır. Burada nəsə deməyə ehtiyac yoxdur. Nə qəşəng yağır, ay Allah, mən zövq alıram yağışdan, mən dəliyəm deyəsən. Ey dostlar, dəliləşirəm mən. Yavaş, nə yağır ya, nə qəşəng. İnşallah körpünün altı yenə Niagara şəlaləsi deyil. Yenə batacaq deyəsən. Boğulmuruq hələ ki. Məncə bu tezkəndən bu dəqiqə başlayıb da yağış. Yəni bu tezkəndən Niagara şəlaləsi olmaz, amma üzü Niagara şəlaləsinə getdiyini həqiqəti var. Desək, yeri var. Qardaş niyə orada gözləyir? Salam əleykim. Nəsə olub qardaş? Hayda, hə. Allah kim olsun. Nəsə kömək lazımdır? Sağ olasın. Sağ ol. Sveça istanıb. Sağ olsun, belə mədəni qardaşlar da var. Sveça bir an su, motosikletin o hara kimi yağı, onda üstü açıq olub da, nətər o istana bilir bu tezkəndən hələ. Yəni şey deyil də, çox dənli. Bu kraskaların üstündən girəndə ehtiyatlı olun. Çox tez, sağ olun. Sürüşə bilir, ona görə həmişə elə də ehtiyat igidin yaraşığı fəlsəfəsindən istifadə eləyin. Biraz musiqi qoşaq, musiqi. Allah bütün kuryer qardaşlarımızın köməyi olsun. Həqiqətən də çətindir. Yəni bir Azərbaycanda bir gəncin eləyə biləcəyi ən çətin peşələrdən biridir də desəm yeridir. Həqiqətən Allah köməkləri olsun. Bu yağışda, qarda, qiyamətdə indi hamı çıxmır, amma çıxanlara həqiqətən də səbr arzulayıram, ən böyük qüvvət arzulayıram. Çünki həqiqətən çətin məsələdir. Deyir keçdi, avtobus yolu uzat, bas keç, hara ilə keçə bilirsən keç. Elələr, ən azından əli ilə elə göstərir, bilmirəm indi. Winter Park.
əli ilə polis göstərdisə bizə biraz elə bil səngərə girdik çıxdıq. Bizim ölkədə var elə. Yəni lük qapaqları heç vaxt qapaq kimi yox, elə bil Marian çökəkliyi kimidir yəni. Ben sağla divijen ilə əmoğlu bağışlayın mənə bağışlayın. Polis mənə icazə verdi orada. Demişkən, gəlin yağışda, hansı ki belə sərt yağış və küləkli, bir dəfə düzdə elə bir video çəkmişəm. Sərt yağışda və küləkdə necə motosiklet sürmək lazımdır, nələrə diqqət eləmək lazımdır. Bu da həmin sərt yağışlardan biridir. Ona görə burada da düşünürəm ki, bu videoda da onu göstərə bilərik. Deməli, ilk olaraq motosikletimizə hələ minməmişdən əvvəl kontrol eləməliyik. Təkərlərimizi, ən vacib məsələ, təkərimiz keçəldirmi, sürüşkəndirmi, sürüşkən deyilmi? Təkərimizin su atarları yerindədirmi? Yəni suyu atmaq üçün şiforları var təkərlərin. Onlar yerindədirmi, yerində deyilmi? Tormuz məsafəmizi, buradan indi yavaş-yavaş mən qıyıya gedəcəm, amma siz çalışın belə şeylə eləməyin. Bu aralara girməyin. Çünki lük qapaqları bir də görsən açıq olur ya. Bu balaca dəmir lük qapaqları çox sürüşkən olur. Başınızı əyin, nə bilim qaldırın. Axı bura belə survival da, yəni. Qəşəng. Əsas odur gedirik. Dayanmamışıq hələ. Deməli, ilk olaraq təkərlərimizi check-up edirik. Mühərriki zadı onsuz da o həmişə motosikleti xodlayanda bir səsinə baxırıq, bir nə bilim vidinə fasonuna baxırıq. O heç də öz yerində. Növbəti baxacağımız mövzu isə ən vacib şərtlərdən biri geyimimizdir. Yağışa uyğun geyimimiz varmı? Qoruyuculu geyimimiz varmı? Bax bunlar da çox vacib amillərdir. Çünki qoruyuculu geyim olmayanda, diskomfort olanda islanırıq və motosiklet də sürə bilmirik. Qəza eləmək şəraitimiz də artır. Fikrimiz qalır, ay donum islandı, ay oram islandı, buram islandı. Buranı da bir silirəm. Yəni belə şeylərə görə həmişə kontrolumuz mütləq motosikletimizdə olmalıdır. Geyimimizdə olmalıdır. Yaxşı geyimlər, yağış keçirməz geyimlər, plus üstdən də bax belə əlavə şey də atırsınız bir dənə yağışlıq. Tamamilə bədəninizin yağış keçirmə ehtimalını azaldırsınız. Bu da bir ehtimaldır. Ondan sonra bu yağışlığımız adımızı həll elədik. Tutaq ki, artıq yağış keçirmirik. Növbəti eləyəcəyimiz şeylərdən biri isə daha həssas olmaqdır, daha yavaş olmaqdır, daha diqqətli olmaqdır. Çünki bizim belə deyim, yağışsız havadakı tormuz məsafəmizlə yağış yağandakı tormuz məsafəmiz arasında dəvə ilə fil qədər, dəvə ilə fil arasında o qədər də fərq varmı? Var məncə, amma yəni belə fillə qarışqa qədər və oradan adam çıxacaq. Yavaşlayıram ona görə, görürəm onu. Gözünüz həmişə 12 açmalısınız. Motosiklet sürən insanın gözü həmişə daim yolu scan eləməlidir. Yəni siz bir növ radar olmalısınız. Gözünüz radar olmalıdır. Yoldakı təhlükələri, yoldakı maneələri görməyə bacarmalısınız. Növbəti mərhələmiz artıq sürətimizi əvvəlkindən yarı-yarıya salmaqdır. Tormuz məsafəmiz daha az olacaq. Onu da fikirləşməliyik. Yəni tormuz bastıq tak dayandı məsələsi yoxdur. ABS və traction control yoxdursa ümumiyyətlə diqqətli olmalıyıq. Yəni bu məsələ. Çox sağ olun. Yəni ABS və traction olmayanda daha diqqətli olmalıyıq. Çünki motosikletin sürüşmə ehtimalı daha yüksəkdir. Traction control odur ki, arxa və qabaq təkərlərin arasında ani sürət dəyişikliyi olanda, məsələn, arxa təkər ani palçığa düşəndə, suya düşəndə, məsələn, eşdirir də, eşdirəndə motosiklet aşır. Yəni motosikletin yağışda, o məsələn, kraskalı yolun işarətli yerlərinə çıxanda onlar sürüşkəndir. Onlara çıxanda motosikletin aşma səbəblərindən biri ani təkər dövrünün dəyişməyidir. Yəni arxa daha sürətli dönür, çünki güc arxadadır. Qabaq dönmür, motosikleti çevirib aşırda bilir. Ona görə mütləq dərəcədə ABS və traction control olmayan motosikletlərdə balanslı sürüş lazımdır. Ani sürətlənmə, ani qaz vermək olmaz. Yəni ki, yumuşaq şəkildə hiss eləməlisiniz. Həmçinin tormuzdakı ani şəkildə vermək olmaz. ABS olmayan motosikletlərdə kilitlənir və onsuz da yer sürüşkəndir və sizin sürüşüb aşma ehtimalınız daha da yüksəkdir. Yəni belə
Bugünkü əsas mövzumuz məhz bu mövzular olacaq. Yəni ki, yağışda motosiklet idarə edərkən nələrə diqqət eləməliyik? Motosiklet idarə eləyəndə yağışda kontra texnikası ilə bildiyiniz kimi biz motosikletimizi döndəririk. Rulumuzu sağdan itələyəndə bu istiqamətə, soldan itələyəndə bu istiqamətə dönür. Yəni ki, əks səki ilə motosikleti idarə elədiyimizə görə, yəni motosikletimizi biz səkimizlə, bədənimizlə idarə eləyirik bir sözlə. Ona görə motosikleti çox əyməməliyik. Çox əyəndə istər-istəməz məcburuq ki, qaz verməliyik. Yəni təkərin yerə tutuşunu artırmaq üçün qaz verməliyik, amma yağışlı havalarda biz çox qaz verəndə də dediyim kimi ani sürətlənmə motosikleti çevirə bilər, aşırda bilər, sürüşdürə bilər və s. Yol açıldı. Biz əslində burada dayanmaya bilərik, solla keçib gedə bilərik, amma söhbət də maraqlıdır. Ona görə mən bu sarı xəttlər, ağ xəttlər, yolun müvafiq nişanlarının üzərindən mütləq yavaş-yavaş hərəkət eləmək lazımdır. Qara vizor istifadə eləməyin heç vaxt. Qara vizoru ümumiyyətlə həyatınızdan çıxardın. Yəni şou üçün, mo üçün qara vizor taxım, belə olsun, elə olsun. O məntiqləri yığışdırın əzizlərim. Şou vaxtı deyil. Yağış şounu bağışlamır. Nəysə belə. Yavaş-yavaş da danışacaq olsa. Əslində biz sağ eləyib, sol eləyib, oradan qardaş sağ eləsə, biz sol eləyə bilir, nəysə. Eyb yox. Respect biker. Belə yersən. Bəs yaxşı, hamının motosikleti var, amma hər kəsin, hər motosikleti olanın motosikletində ABS və traction control yoxdur. Bildiyiniz kimi ABS və traction control əslində həm yeni başlayanlar üçün çox vacibdir, həm də ki, ümumiyyətlə motosiklet sürənlər üçün çox vacibdir. Salam aleyküm, nətərsin qardaş? İşlər nətərdir? Olmursan? Hə? İstənmirsən? Yox, su keçirmir axı. Mən bunu təzə aldım, keçirir. Çox qalsam bəlkə də keçir, amma hələ ki keçirmir. Bunu elə belə geymişəm üstə. Bu, yox, Dainensindir bu. Üstəki şeydir, Temudandır, o elə belədir prosto. Hə. Var olasan qardaş. Gedək. Hə, deməli nədir məsələ? Hamının ABS-i və traction kontrolu yoxdur. Bəs bizim ABS və traction kontrolumuz yoxdursa nələrə diqqət eləməliyik? Bu da ora getsə? Hə. Hə, ABS və traction kontrol yoxdur. ABS və traction kontrol olmayanda nələrə diqqət eləməliyik? Bu çox vacib şərtdir. Çünki bildiyiniz kimi məsələn ölkəmizdə motosiklet sürənlərin hamısının ABS-i və traction kontrolu olan bir motosikleti yoxdur. Hətta ola bilər ki, 1000 kubluq bir baykınız ola, onun da ABS-i traction kontrolu olmaya bilər. Bəs nə edək biz? Sürməyəkmi? Sürək. Amma necə sürək? Ən vacib şərtlərdən biri. Birinci olaraq tormozlanmanı düzgün planlamaqdır. Yəni siz ara məsafəsini düzgün götürsəz, zamanında tormozlanmanı eləsəz, artıq sizin ABS, daha doğrusu diski kilitləyəcək səviyyədə tormoz verməyinizə ehtiyac qalmayacaq. Ən vacib şərtlərdən biri düzgün tormozlanmanı bilməkdir. Tormozlanma dediyimiz şey maşın kimi deyil də, bir dənə tormoz var, bastın, dayandı məntiqi ilə deyil. Burada həm qabaq, həm ön, həm arxa tormozumuz var. Ona görə ön və arxa tormozun balanslı şəkildə basılması ən vacib şərtlərdən biridir. Məsələn, tutaq ki, ön tormozumuzu biz 60-70%, arxa tormozumuzu 40%, 30% və yaxud da ki, indi işimizə görə, dayana biləcəyimizə görə dəyişirik. Balanslı tormoz vermək dəlixanadır da. Ay qardaş, polis saxlayıbsa yolu, bu yolandan qışqır bax. Nə xeyri var, nə xeyri var. Polis saxlayıbsa, onlara xəbər gəlir ki, A nöqtəsini saxla. Boş-boş siqnal verməyin nə adı var? Bax, çatmır da bizim millətin bu mənasız xasiyyəti. Hə, deyir, saxladı sənin üçün polis o dəqiqə. Boş yerə gürültü, kirilliyi eləyirlər.
Kameradan bu arada nə görünür bilmirəm, amma ümidvaram nəsə görürsüz. Nəysə, deməli, balanslı tormuz vermək dediyim kimi. Limon sıxmaq taktikası var da, bildiyiniz kimi. Motosikletə tormuz verəndə yavaş sıxmalıyıq. Bax, 2 barmağımla yavaşca sıxıram. Birdən-birə kilitləsəm, məndə indi ABS var, amma ABS olmasa nə edəcək? Disk kilitlənəcək, qabaq tormuz tam şəkildə diski tutacaq. Yəni ki, tutandan sonra nə edəcək? Amortisator tam şəkildə yığılacaq və motosiklet məni aşırdacaq. Yer sürüşkəndirsə sürüşüb aşacağam. ABS-in məntiqi odur ki, o kilitlənməyə qoymur. Tap buraxır müəyyən bir müddətlə. Amma yenə də bunu qeyd edeyim ki, sizə, əgər siz tormuz verəndə şəhər içərisində, yağışlı havada fərqi yoxdur, ABS işləyəcək səviyyədə tormuz verirsə, demək ki, sizin sürüş, demək ki, siz hansısa böyük bir riskdən qurtulmusunuz. Yəni, əgər ABS işləyəcək səviyyədə tormuz verməməyi öncəlik tutmalısınızsa. Bu da demək ki, yəni ki, siz ABS sürsəz də, sürməsəz, ABS-li motosiklet sürsəz də, sürməsəz də, əslində sizin heç bir dəyişkəni, heç bir fərqi olmamalıdır. Yəni, bu motosikletin ABS-i var, amma mən bu ABS-ini işlətmirəm. Yəni, ABS işləyəcək səviyyədə basmadığıma görə mənim üçün heç bir əhəmiyyəti olmur onun. Yenə başladı bax cəmaət. Yəni, heç bir əhəmiyyəti olmur o ABS-i basmağın. Salam, necəsin? Yəni, odur ki, həmişə balanslı şəkildə tormuz basmaq, düzgün şəkildə idarə etmək, təkərlərin kilitlənməməsi üçün eyni anda iki tormuzu da yumuşaq şəkildə istifadə eləmək. Qabaq tormuzu biraz sərt, arxa tormuzu biraz daha yumuşaq, amma sərt dediyimdə kilitlənməmək şərti ilə. Yəni, təkərlər kilitlənməməlidir. Tormuz yumuşaq olmalıdır və soft olmalıdır. Həmin anda siz istəyir traction control aidiyyatı yoxdur, amma ABS olan bir motosiklet sürdünüz, sürmədiniz, heç bir fərqi yoxdur. Yəni, balanslı tormuz veririksə, düzgün şəkildə tormuzlanmanı eləyirsinizsə, ABS-li motosikletin olub-olmamasının heç bir əhəmiyyəti olmur. Yəni, o situasiyaya düşmürsünüzsə, siz üçün ABS-in olub-olmamağının heç bir əhəmiyyəti yoxdur. Mən yadıma gəlmir ki, mən hələ tormuz verəndə ABS işləsin. Məsələn, keçən səfər bir dost, tanışım, getdi, gedib zarafat eləyirdi, biraz qaz verdi, getdi qabaqda saxlamaq istəyəndə arxa tormuzu təkcə sıxdı, getdi qabaqdakı bir maniyəyə dəydi. Dedi, niyə? Dedi, o tormuz verdim, tak elədi, dayanmadı. Niyə? Çünki ABS işə düşdü. Arxada güc yoxdur, yəni. Arxa ABS daha tez sürətlə işləyir, yəni ki. Arxa təkər daha tez kilitlənir, yəni. Ay Allah, bu cəmaata biraz ağıl ver, nə olar? Başa düşürəm də, başa düşürəm. Sən siqnal verməklə səni buraxan deyirlər axı. Nə oldu indi? Burada da dönəndə yavaş-yavaş dönürəm, sonra qazı yavaş-yavaş verirəm. Birdən-birə qazlı, adi tormuz eləmirəm. Nəysə, əzizlərim, gəldik hansı məsələyə? ABS məsələsini danışırdıq biz. Oy Allah, oralar cüngül idi. Mən bu arada buram niyə istanıb ki, başa düşmədim. Yavaş-yavaş buralar bütün sudur. Belə sulardan da yavaş keçin. Dərin latoksa da olsa görməyəsiniz. Nəysə, ABS siz məsələni başa düşdük. Balanslı tormuz versə, normal şəkildə tormuz verməyi bacarsaq və tormuzu dibinə kimi kökləməsək, ABS-siz motosikleti də yağışlı, qarlı, normal bir havada sürmək olar. Yəni, dediyim kimi, mən heç yadıma gəlmir ki, mənim motosikletimdə ABS işə düşsün. Amma gəlirik traction control məsələsinə. Traction control dediyim kimi, iki təkər arasındakı sürət fərqini ölçür. Əgər arxa təkər qabaq təkərdən daha sürətli fırlanırsa, motosikletin gücünü kəsir. Bu da nə üçündür? Təkərin fırlanmaması, eşidirməməsi üçün lazım olan bir nüansdır. Yəni, ani şəkildə motosikletin arxa təkəri sürüşüb sizi aşırtmasın. Yəni, belə bir şeydir. Bunun üçün nə etməliyik? Bunun üçün ilkin olaraq eləməli olduğumuz bir məsələ var. Ani sürətlənmə, ani dönərkən qaz vermə və yaxud da ki, ani yavaşlama kimi hadisələrdən çəkinməliyik. Yəni, bu traction kontrolun işləməsinin əsas səbəblərindən biri budur. Ani sürətlənmə, ani xətlərin üstünə, hansı yolun müvafiq nişan xətlərinin üzərinə çıxanda, o xətlər sürüşkən olur. Və o xətlərin üzərinə çıxanda motosiklet sizi sürüşdürüb aşırda bilər. Yəni, ona görə o xətlərin üzəri ilə yumuşaq şəkildə hərəkət eləyirik.
Və yaxud da ki, tək xəttlərdən getmir mövzu. Həmçinin lük qapaqlardır, metal lövhələrdir. Bunların üzərindən keçəndə də daha diqqətli olmağımız ən vacib şərtlərdən biridir. Bir sözlə, motosiklet sürərkən mütləq dərəcədə yola nəzarət eləməliyik, rəng dəyişimlərinə fikir verməliyik, su tutarları olan yerdən hərəkət eləməməliyik. Bunlara nəzarət eləyəndən sonra artıq motosiklet sürüşümüz də yağışda müəyyən qədər düzələcək. Amma bir də qalır istisna hallar. İstisna hallar nələrdir? Bəzi şeylər var ki, öngörülə bilməyən səhnələr var. Hansı ki, yoldakı qış aylarında ən çox baş verir. Gizli buzlanma deyilən səhnələr var. Gizli buzlanma nədir? Yolda siz gedirsiniz, yolda görmürsünüz buzlanıb, buzlanmayıb. Amma siz üzərinə çıxanda artıq görürsünüz ki, qaz verirsiniz, təkər ani başlayır eşdirməyə. Bu hallarda, bəzi hallarda idarə eləməni itirə bilərsiniz, bəzi hallarda isə nə səbəb olur buna? Sürəti ani artırmaq. Normal şəkildə, məsələn, tutaq ki, qabaqda bir buz kütləsi var. Bu indi istisna haldır. Mənim təcrübə elədiyim haldır. Həmişə orada doğrudan da elə olacaq deyə bir məntiq yoxdur. Bunu deyin, bilin. Yəni, əmin olmayın ki, mən dediyim metodla həmişə sağ çıxasınız. Survivaldır bu. Yəni, yoxlamaq lazımdır. Həmin situasiyaya baxır, həmin yola baxır, motosikletinizin təkərinə baxır və yaxud da nəyəsə baxır. Gördün ki, bir dənə daha şüşə buz yoxdur. Normal bir buzdur və sən nə edirsən? Gəlib artıq üzərinə çata-çatdasan, yol dəyişmək, ani manevr eləmək, əgər buza çatmamısansa, mümkündürsə buza çatmamış eləməlisən. Yox, əgər buzun üzərinə çatdınsa, artıq sənin eləyə biləcəyin tək şey muftanı sıxırsan, gücü kəsirsən, mühərrikin verə biləcəyi ani gücü, ani şey kəssən, rolu düz tutursan, sükanı düz tutaraq, düz şəkildə buzdur, nədir, onun üzərindən keçirsən. Yəni, orada ay hoqqa verim, ay buzun üstündəydim, sağ elədim ki, çıxaram buzdan. Yox, belə məntiqi fikirləşməyin. Yəni ki, orada nə varsa, o qanuna əsasən, məsələ, qabaqda sürüşkən bir yerdir, muftanı bastım, gözləyirəm, qaz vermirəm, tormuz vermirəm, heç nə vermirəm. Gözləyirəm, motosiklet düz şəkildə o maniyənin üzərindən keçsin. Daha orada hoqqa vermirəm, peşəkarlığımı danışdırmağa çalışmıram. Mənim çıxış yolum budur. Əgər daha yaxşı çıxış yolunuz varsa, təbii ki, alta şərh olaraq yazın. Mən də bu çıxış yolunuzu mən özüm də dəyərləndirim. Yəni, mən də öyrənirəm bir sözlə. Mən demirəm ki, 100 ilin peşəkarıyam. Amma 2013-cü ildən bəri motosiklet sürdüyümə görə, 2013-cü ildən bəri başıma gələn hadisələri, başıma gələn situasiyaları, kənddə kəsəkdə, palçıqda sürdüyüm, arxasının sürüşməsindən ən çox əziyyət çəkdiyim vaxtlar olub. O vaxtların bir sözlə təcrübələrini sizinlə bölüşürəm. Yəni, mən bilirəm ki, məsələn, bu sarı xəttin üzərində ani qaz vermək olmaz. Müftan basmışam, özü keçir üzərindən. Yəni, orada mən ay hoqqa verim, və yaxud da bax, ən çox olunan səhvlərdən biri, mən sizə deyim, aşanların ən çoxu da nədən aşır? Bu, bördə səkilər var. Bax, buranı görürsünüz, səki. Bu səkilərin üzəri çox sürüşkən olur. Və mən sizə göstərim, bu səkilərin üzəri çox sürüşkən olur və gördüyünüz kimi nədir? Kafeldir. Çox vaxtı, məsələn, motosiklet sürücülərinin ən böyük səhvlərindən biri olur ki, ayağı ancaq yerdə gəzir. Bax, belə yerdə sürüyür. Birincisi, onu eləmək çox məntiqsiz hərəkətdir. Nəyə görə? Çünki siz motosikletdə balansı öyrənməlisiniz. Yəni ki, motosikletdə balans tutmalısınız. Yəni, motosikleti siz idarə eləməlisiniz. Bədəninizlə idarə eləyirsiniz. Əgər siz ayağınızla motosikleti idarə eləməyə çalışırsınız, onda siz heç bir situasiyadan çıxa bilməyəsiniz. Birinci olaraq, əgər tam dayanıb, bax, belə şəkildə dayanıb gözləmədikcə, ayağınızı yerə atmayın. Və yaxud da ayağınızı sağdakı, soldakı səkilərə atmayın. Çox vaxt görmüşəm ki, gəlir belə, qardaş, ayağını sürtə-sürtə. Ayağının böyrü ilə maşın keçir. Bax, belə-belə, elə bir şeydir. Xizək sürür, lıj sürür. Elə olmaz. Bu çox böyük təhlükədir, bu çox böyük riskdir. Bəzən olur ki, ayaq bu iki bardyorla motosikletin arasında qalır ki, bunlar da çox yaşanmış hadisələrdir. Yəni, onu da eləməyin. Ona görə həmişə diqqətli olmaq lazımdır. Çox sağ olun. İndi mən buradan yavaş-yavaş qırıya-qırıya keçməyə çalışacağım.
qabağımdakı xanım sürücü olduğuna görə o mənim yol vermə ehtimalı sıfırdır. Niyəsə bax bir şey də deyim, xanım sürücülər burada indi mən başlayacaqlar Konstitusiyanın 24-cü maddəsi kişi və qadın bərabərliyi, nə bilim belədir, elədir. Amma niyəsə mən görməmişəm ki, hələ bir dənə xanım sürücü hansısa motosiklet sürücüsünə təsadüfi ola bilər də indi deyərsiniz ki, yəni 10 milyon əhalidə 10 milyonda 1 ola bilər, amma yəni 10 milyonda 1 olar, 10 milyonda 5 olar maksimum. Yəni mən görməmişəm ki, hansısa qadın sürücü bir motosiklet sürücüsünə, bilməm, maşın sürənlər onu daha yaxşı bilər ki, maşın sürücülərə yol verirlər yoxsa yox, amma hələ görməmişəm ki, bir dənə motosiklet sürücüsünə yol verələr. Bilmirəm nə ilə əlaqəlidir. Bəlkə də özləri yolla daha çox diqqətlidirlər, ya da ki, fikirləşirlər ki, yol verərəm, qəza eləyərəm, ya nəsə, belə bir məntiq ola bilər, amma ümumiyyətlə mənə heç nə maraqlıdır. Həqiqətən də qadınlar girib aşağı şərh yazsın görüm niyədir belə bir şey. Belə. Yəqin ki, bugün ən azından mən əminəm ki, bu dediklərim çoxları üçün həqiqətən də çox vacib və lazımi məsləhətlərdir, fikirlərdir. Amma belə bir məntiq var da, məsələn, motosiklet sürmək riyaziyyat elmi kimidir, amma necə? Yəni, riyaziyyat və fizikanı bilməlisən ki, sən motosikleti idarə eləyə biləsən. Riyaziyyat hesablamaq üçün, yəni hansı ki, qəzalardan qaçmaq üçün, qabağındakı maneələrin sürətini hesablamaq, tormuz məsafəni hesablamaq və s. kimi. Fizika isə bədən quruluşunu, biologiya, bədən quruluşunu tanımaq, özünü idarə eləmək, hansı əzəlilərlə motosikleti idarə eləməlisən, məsələn, çanaqla, omba ilə motosikleti idarə eləmək və s. kimi bunlar üçün lazımdır. Amma bir də bunun fərqli bir istiqamətdə var. Qoy buradan keçim deyəcəm. Bir də bunun fərqli bir istiqaməti var. Amma motosiklet sürmək riyaziyyat elmi kimi bəzi məqamları var, amma riyaziyyat elmi deyil. Yəni 2-nin üstünə 2 gələndə 4 eləyir bir məntiqi yoxdur. Yəni bugün mənim düşdüyüm bir situasiyada, məsələn, mən A xətti ilə çıxa bilirəmsə, siz A xətti ilə çıxa bilməyə bilərsiniz. A xətti ilə qəza eləyə bilərsiniz. Və o deməkdir ki, bu denəmə yanılma türklərin bir sözü var da, yəni testlə yoxlamaqla, yəni alınır, alınmır. Düzdür, bu motosikletdə siz bəzi özünüzü riskə atmadan eləyirsiniz də bunu. Amma denəmə yanılma, yəni ki, hə, bu nətərdir, alınırmı yoxsa yox, bunu ilə eləyə bilmirsiniz. Ona görə motosikletdə özünüz zamanla təcrübə toplayırsınız. Yəni ki, başınıza gələn situasiyaları gördükcə, situasiyalardan çıxmağa çalışdıqca, qəza şəraitinə düşdükcə, belə şeylər zamanla təkmilləşir. Yəni, ay mən, hamı deyir ki, motosiklet kursuna getdin, oldun əjdaha. Bu məntiq yanlış məntiqdir. Heç kim də bunu şey eləyəməz. Motosiklet kursu lazımdırmı? Çox lazımdır. İlkin əsaslar sizin üçün çox vacibdir. Təməl nə qədər düzgün və təməl nə qədər bir sözlə keyfiyyətli olsa, binanın təməli necədir? Təlim də elədir. Binanın təməli çox keyfiyyətli olsa, motosiklet təlimi də belə bir məntiqdir. Yəni, binanın təməli nə qədər keyfiyyətli olsa, onun üzərinə yığdığınız daşlar da o qədər keyfiyyətli və qüsursuz qalacaq. Amma bu o demək deyil ki, məsələn, təlimi keçdim, binanın təməli superdir, üstünə elə nətər gəldi, düz. Yəni, dominonun ilk 4 daşını, alta qoyduğunuz 4 daşını əyri qoysaz, heç üstə çıxmamış dağılacaq. Amma düz qoyub aşağını, yuxarını yenə əyri qoyacaq, yenə dağılacaq. Ona görə siz hər zaman həm motosiklet sürəndə, həm ümumiyyətlə fikirləriniz yolda olanda mütləq dərəcədə nə etməlisiniz? Bu qaydalara əməl eləməlisiniz. Bugünkü təlimimiz bu qədərdir. Təlim deməyək də buna. Bugünkü yağış da dayandı. Bugünkü survival sürüşümüz bu qədərdir. Mənim üçün də çox maraqlı oldu. İndi birazdan havalar soyuyacaq, qar yağacaq, qış gələcək, nə bilim soyuqlar düşəcək. Onunla bağlı da biz keçən il çəkmişik. Bu ildə daha çox maarifləndirici videolar çəkməyə çalışacağıq. Fikirləriniz mənim üçün çox önəmlidir. Bugün sizə yağışda motosiklet sürməyi ilə bağlı müəyyən bir əsaslı bilikləri aşılamağa çalışdım. Özümün bildiyim, özümün təcrübədən, sınaqdan keçirdiyim məlumatları sizinlə bölüşməyə çalışdım. Siz də videonu bəyənib, paylaşıb, öz biker dostlarınızla bölüşməyi unutmayın. Bu mənim üçün çox vacibdir. Və şərh yazın, əzizlərim. Şərh yazın ki, mən sizin şərhlərinizlə hansısa məsələ mövzuda mənimlə razı deyilsinizsə, oranı etiketləyin, rəqəmi yazdı, basırsınız. Etiketləyin, mən ona baxım ki, məsələn, filan mövzuda siz belə demirsiniz, amma mən təcrübədə belə bir şey rastlamışam. Mən bununla çox sevinərəm. Çox sevinərəm, çünki mən də bəlkə səhv nəsə deyirəm. Çünki mən elədiyim şeylərin hamısının düz olduğunun tərəfdarı deyiləm. Həyatda heç kimdə hər şeydə tam düz də deyil. Ona görə
Buradan keçə bilərəmmi? O, bilmirəm, keçə bilərəm hə. Yavaş-yavaş sola çıxa bir yerə gedəcək axı. Yəni bir sözlə ya bu zamanla qazanılan təcrübədir. Heç kim deməsin ki, mən ən zəhləm gedən şey, baxın bilirsiniz nədir məsələ? Mən təlim mərkəzlərinin çoxu ilə tanışlığım var. Təlim mərkəzlərinin rəhbərləri ilə, təlim mərkəzlərinin hamısı ilə demək olar ki, əlaqəm çox yaxşıdır və heç kimə qarşı da pis nəsə bir şey deməmişəm və yaxud da pis niyyətlə heç nə fikirləşməmişəm. Amma mənim onların hamısına aid eləmirəm. Ümumiyyətlə bəzi təlim mərkəzlərinin ən sevmədiyim xüsusiyyəti odur ki, məsələ, Əflatun MMC təlim mərkəzində təlim alım. Bundan sonra nə qəza olacaq, nə haqq yolu bizi ilə başlayır. Yəni götür 1000 kubu götür sür sənə heç kim, yəni sənin sürüş peşəkarlığına heç kim söz deyə bilməz və yaxud da ki, sən ömrü boyu qəza eləyə bilməyəcəksən, yəni bir sözlə belə deyirlər, yəni bir sözlə. Belə məntiq yoxdur əzizlərim. Bir fikirləşin ki, mən həmişə deyirəm, motosiklet niyə mərhələli şəkildə kubla qalxmalıdır? Bunun ən vacib səbəblərindən birini həmişə qeyd edirəm. Deməli əzizlərim, motosiklet həmişə qeyd edirəm ki, niyə mərhələli şəkildə kubla qalxmalıdır? Yəni mərhələli şəkildə. Məsələn, tutaq ki, əvvəllər sürürdünüz 150 kub, sonra sürdünüz 300 kub, sonra sürdünüz 600 kub, sonra sürdünüz 1000 kub. Niyə mərhələli şəkildə? Bu sürdünüz də deyəndə elə əl-üzə alıb yəni 10 kilometr getmək deyil də. Nə bilim 50 kilometr, 100 kilometr, 1000 kilometr sizdən asılıdır təbii ki. Yəni bu qədər sürməlisiniz ki, siz təcrübə toplayasınız. Niyə görə? Çünki güc fərqlidir. Yəni insan egoist bir varlıqdır. Yəni insan güc zəhərlənməsi tez yaşayır. Siz əl-üzün altına güc düşəndə güc zəhərlənməsi yaşayacaqsınız. Və bu da sizə nə verəcək? Güc zəhərlənməsi də sizə səhv qərarlar verməyə istiqamətləndirəcək. Oy, niyə qara şalalası? Şalala. Biz də durub buradan basa-basa getmişik Şalalaya. Şalal elə buradaymış. Nəysə, bu sizə güc zəhərlənməsi yaşadacaq və bu istəmədiyiniz bir şey olmalıdır. Çünki insanlar güc zəhərlənməsi yaşayanda özünü idarə eləyə bilmir, adrenalini idarə eləyə bilmir. İnsan sürətləndikcə, motosiklet sürətləndikcə, kubu artdıqca, bax, niyə motosikleti mərhələli şəkildə sürməliyik? Çünki kub qalxdıqca, kub artdıqca sürət artır. Sürət artdıqca nə artır? Sürət artdıqca başlayır şey eləməyə, motosikletin deməli, nəyə görə insan mərhələli şəkildə motosiklet idarə eləməlidir? Həmişə qeyd edirəm, yenə qeyd edirəm. Çünki insan motosikletin həcmi, kub həcmi artdıqca sürəti artırır. Sürəti artırdıqca insan beyninin hesablama bacarıqları da məcburdur ki, onu ilə eyni sürətdə inkişaf elətdirsin. Həmişə qeyd edirəm, bir insan bir saniyədə 5-ə yaxın vizualı analiz eləyə bilir. Yəni siz bir saniyədə 5-ə yaxın görə biləcəyiniz hadisəni analiz eləyə bilirsiniz. Amma bir də fikirləşin ki, siz 60-dan gedəndə, ay Allah, bura nədir belə? Siz 60-dan gedəndə nə olur? 60-dan gedəndə avtomatik olaraq 15 mərtəbəli, 10 mərtəbəli bir bina hündürlüyündə yer getmiş olursunuz. Bu bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, bu nə yağışdır? Bu bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, siz yəni bir saniyədə 20 dənə, 40 dənə, 50 dənə vizualı analiz eləməlisiniz. Bu bilirsiniz nə böyük riskdir, bu nə böyük təhlükədir. Yəni bunu heç deməyə, ifadə eləməyə mən özüm qorxuram. Yəni bu da deməkdir ki, motosikletin həcmi ona görə müəyyən müddətdən bir artmalıdır ki, yəni təcrübə topladıqca artmalıdır ki, siz o situasiyalardan rahat şəkildə qaçıb, çıxıb, mübarizə apara bilərsiniz. Elə yəni getdim, açdım, düşdüm məntiqi ilə yox da, yəni normal şəkildə mübarizə aparın. Yəni bu mənada əzizlərim, həmişə dediyim kimi diqqətli olun yola qarşı, çünki yol səhvi bağışlamır, həmişə qeyd edirik, qeyd eləməkdən də çürümüşük şey. Nə qədər demək olar ki, yol səhvi bağışlamır, qardaş, ehtiyatlı olun. Avtoxuliqanlıq eləməyin, çünki sizin elədiyiniz səhvlər, sizin elədiyiniz hörmətsizliklər, cəmiyyətə qarşı qeyri-etik davranışlar, motosiklet sürüşləri, bu motosiklet camiasını, motosiklet cəmiyyətini zədələyir. Bunu əmin olun. Çünki
motosiklet sürənlər sizə görə əziyyət çəkir digər motosiklet sürücüləri. Bir dənə buradan bir dənə belə, orada variant yoxdur. Bu gün o gündür. Bu gün hardan gəldi? Basıb getdiyimiz gündür. Nəysə belə, videomu bəyənib paylaşmağı, şəhid yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Uğurlar.